Bakı şəhərində yerləşən hərbi memorial məzarlıqda Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik Qasımov Faiq Qaçayoğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək qeyd etdi ki, sentyabrın 27-dən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək qələbə qazandı və tarixi ədalət bərpa olundu. Digər çıxış edənlər qeyd etdilər ki, bizim qələbəmiz tarixi qələbədir. Azərbaycan əskəri qəhrəmanlıq nümunəsidir. Sonda şəhidimizin qardaşı Gəray Qasımov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Faiq Qaçayoğlu Qasımov 2020-ci il sentyabrın 27-sində Ohanyan səddini ilk yaran hərbiçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əskərini və zabitini məhv edərək qəhrəmancasına şəhid olmuşdu. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə polkovnik leytenant Qasımov Faiq Qaçayoğluna ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adı verilib. Ailəli idi, 2 övladı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.